saniyenin 1/3 ərzində bunu eləyir və ya məsələn saniyenin 1/10 ərzində eləyə bilərik, daha sürətli eləyə bilərik. Amma yenə transition olduğu zaman bu özünü biraz daha yəni yumuşaq bir şəkildə göstərəcək. Tamam? Hər qəşəng, gözəl bir effekt var. İndi bunu transition'dan eləyə bilərikmi ki, bu belə açılsın? Display table və non ərzində transition olmaz. Transition nəyin sayəsində olur? Əgər burada rəqəmsal şeylər varsa, fərqlər varsa, rəqəmsal, tamam? O zaman o transitionu həyata keçirə bilir. Yəni ki, buradakı rəqəmləri buradakı müddətə bölür və yavaş-yavaş arttırır onu. Məsələn, qabaqlar scale 1 idi, indi oldu 1,5. Tamam? Onun üçün yəni yavaş-yavaş onu arttırır. Və ya biz orada fərqli rəng versə idik, misal üçün qabaqlar burada box shadow yox idi, indi oldu box shadow belə. Tamam mı? Yəni onu yavaş-yavaş arttırır. Buradakı rəqəmi də, buradakı rəqəmi də ki, axırda bizə lazım olan vəziyyətə gəlsin, çıxsın. Aydındır mı? Amma burada displaydə biri table'dır, o biri non'dur. Table və non arasında şey ola bilməz, transition ola bilməz. Niyə? Çünki bunlar elə bir yəni fərqli şeylərdir. Burada rəqəmsal deyil, bunun üçün keçidini təmin edə bilməz. Tamam? Bəs yaxşı, əgər biz həqiqətən də istəyirik ki, misal üçün də orada müəyyən bir effektlə açılsın bu, yəni yavaş-yavaş açılsın bu, neyləmək olar? O zaman bunun itməsini, batmasını yox, şeyləməsini başqa cür neyləmək olar? Məsəl üçün, tutalım ki, neyləyə bilərsiniz? Yəni, bağlı vəziyyətdə bunun, misal üçün, hündürlüyünü 0 eləyə bilərsiniz. Tamam? Açıq vəziyyətdə hündürlüyünü, misal üçün, tutalım ki, 5 piksel eləyə bilərsiniz. O zaman aydın məsələdir, bəli, onun açılmasını, bağlanmasını transition'dan eləmək olacaqdır. Tamam? Bu, təxminən belə. Yaxşı. Transition'da belə getdi. Onun tez bazar şeylərdir. Hərçənd transition mövzusunda bir bağ alacağım elədir. Başqa şeylər daha mövcuddur. Misal üçün nə? Misal üçün bunun parametrləri var. Bizim istifadə elədiyimiz rəqəm bunlardan heç biridir. Budur. Transition duration, yəni transition hansı müddət ərzində baş verir. Burada yazıqlar required, bu required zat deyil, yalan yazıqlar bunu yazmaya da bilərik. Gül kimi işləyir, bayaq gördüyünüz kimi. Ondan sonra burada 2 dənə parametr daha var. Transition timing function, bir də ki transition delay. Bunlar ümumiyyətlə nədir? Bu required yazdıqları hərçənd heç required olmayan transition property budur. Baxın, burada yazıqlar ki width-i 2 saniyə ərzində dəyişməsini istəyir. Yəni ki, bunun içində width də var, height də var, background da var filan. Ancaq width-ə, məsəl üçün, transition yazıla bilər. Amma o qəti şəkildə şərt deyil. Qəti şəkildə. Yəni, burada bunu yazsanız da, yazmasanız da bu tamamilə eyni formada işləyəcəkdir. Sadəcə width yazıldığı zaman onu ancaq width-ə tətbiq edir. Yazılmadığı zaman o zaman bütün şeyə şamil edir. Və prinsipcə bütün effektlərə bunun şamil olması əslində daha yaxşıdır. Niyə? Çünki hər bir property-yə biz ayrı-ayrı müddətli transition yazdığımız vaxt o zaman belə bir şey baş verir. Yəni, eni artıq qutardı, hündürlüyü isə hələ də artmağa davam edir. Burada deyildi qaydada bu. En olaraq yığışdı, hündürlük olaraq isə yığışmağa davam edir. Yəni, imkan var ki, belə bir şey eləyəsiniz, amma yəni ki, mən onu çox mənalı hesab eləmirəm. Ondan sonra transition timing function-la işə yarayır. Transition timing function, yəni bilmirəm, yəni ola bilsin ki, fikir belə etməmişsiniz. Niyə? Çünki o transition-ı keçid əslində bizim göz üçün çox uyğun bir şey kimi görsənir. Niyə? Çünki ona is effekt tətbiq olunur. Is nə deməkdir? Is, baxın, transition yavaş başlayır, ondan sonra sürətlənir və axıra doğru təzədən yavaşlayır. Yəni ki, bu bizim default olaraq istifadə elədiyimiz is timing function. Hərçənd bunun başqa cürünə də eləmək mümkündür. Misal üçün, linear eləsək, bu xətti olacaq. Bunlar bilirsiniz nədir timing function? Nə istəyirsən? Yox, mən.
böyle demiş. Yok, öz tərcümə edirdim. Ha, tercüme edeyim. Okay. Bu millet təcildir, təcil. Okay. Süratin değişme süratidir veya değişme emsalıdır. Belə ki, yani xətti sürətdə ne baş verir? Bizim cisim eyni sürətlə gedir belə. Yani eyni sürət. İzdə dediyim kimi, yani əvvəlcə sürətlənir, ondan sonra təzədən yavaşlayır, filofleşməkən və s. var. Yəni yaxın cisimlər adətən bununla şeyləyir, biz reski hərəkət eləmirik, yavaş-yavaş sürətlənirik, ondan sonra axıra doğru yavaşlayırıq. Amma uzaq cisimlər, məsəl üçün, xətti hərəkət edir, orada biz onların sürətləndiyini ya da yavaşlandığını adətən görmürük. Yəni bu farklı... Burada belə çıxış default olaraq line. Hayır, default olarak izdir. Yazılıbda orada default. Bir de izin varyantları var. Sadece yavaş start, sadece yavaş end, sadece yavaş start ve end. Yani ortada süratlenme yok. Tamam. Kubik fiziğe size hiç lazım değil. Kubik fiziğe sizin gireceğiniz kod değildir. Yani peşeker bir şekilde birden animasiye girirseniz o zaman kubik fiziği hakkında okuyarsınız. Hərçənd CSS-dən peşəkar animasiyaları düzəltmirlər. Evet. Ve burada yani en son şey yazılır, biraz daha mantıklı. Biz transformdan istifadə etdiyimiz vaxtı transitiondan istifadə etmək məsləhətdir. Niye? Çünkü onlar o bir cisimlərin yerində qalmasını təmin edirlər və animasiya baş verdiği zaman üstündə baş verir. Bu sen rotation'ındır, tamam? Yani özdeki şeyle onu eləyiblər. Tamam. Elə bir rotation eləsəydin, bu formada bize efekt verməzdi. Onun transition'la olması lazımdır ki, sen onun dönməsini müşahidə edə biləsin. Aradaki ara formalarını. Ama dediğim gibi burada bunları yazmak qəti şekilde şart değil. Yani hamısına 2 saniye, 2 saniye, 2 saniye yazmaktansa bir tane 2 saniye yazmak artırılmasıyla kifayetli. Yani burada bize tamamıyla eyni efekt verecektir. Tamam. Bu burada hem ya bunlar resmen doğrudan da xiyardılar ha. Həqiqətən xiyardılar. Ya madem ki transformu yazırsansa Whitman Height'ı daha burada bu formada yazmanın mənası yoktur. Evet. Scale yazmak olardı. Demək olardı ki 3 ilə şeyləyəcək ve aralarında virgül yaqın ki koymak lazım değil. Yani ki eyni qaydada sadece burada origin değişir biraz. Yani ki lazım olsa origin'de sürüştürmek mümkündür. Okay? Bu. Böyle işler. Bu da sizin için transition. So, CSS bu formada başa çatdırmırlar. Bu transition'la ve şeyle maraqlı şeyler eləmək mümkündür. Misal düşünün, misal göstərim sizə. Tutalım diye. Bootstrap kimi bir tane framework var. Bunun adı Materialize veya Material Design. Tamam.